Can boğaza yetişdiyi zaman, həmin an siz can verən adama baxırsınız. Biz ona sizdən daha yaxın oluruq, siz isə bunu görmürsünüz. Madam ki, siz iddianıza görə haqq hesab olunmayacaqsınız və doğru danışanlarsınız, onda o canı geri qaytarın. Amma əgər o, Allaha yaxın olanlardandırsa, onda rəhmətə, gözəl ruziyə və nəyim bağına yetişər. Əgər o, sağ tərəf sahiblərindəndirsə, ona, sağ tərəf sahiblərindən sənə salam olsun deyiləcəkdir. Yox, əgər o, haqqı yalan sayanlardan və doğru yoldan azanlardandırsa, onun ziyafəti qaynar su olacaq. Özü də cəhənnəmdə yanacaqdır. Həqiqətən bu, şübhə doğurmayan bir həqiqətdir. Elə isə, ulu Rəbbinin adına təriflərdir.